Təşəkkür edirəm. Mən güman edirəm ki, bəli, həll edəcək. Demək olar ki, problemlərinin əgər müqəddəs Amerika raketləri icraata götürülsə, həyata keçirilərsə, mən deyərdim ki, İran xalqının problemlərinin 90% həll olunacaq. Mən deyərdim ki, əgər o proseslər geçsə, İranın deyək ki, molla rejimi devrilərsə, yaxın 5 illiklərdə mən deyərdim İran İsveçrədən də güclü dövlət ola bilər. Yəni böyük bir faydası ola bilər. Bugünkü gündə İran xalqının demək olar ki, əksəriyyəti demək olar ki, 80-90% müqəddəs Amerika raketlərini həsrətlə gözləyir və onun icrasını gözləyirlər. Təsadüfi deyil ki, 100 minlərlə yaxın həftələrdə şəhid təkcə Trumpın biz gəlirik sözünə görə küçələrdə öz sözünü deyib şəhid olublar. Çünki 30 ildə İran xalqı məscidlərə, Quran-ı Kərimə, Xomeyniyə müqəddəs dedi. Amma bu 30 ildə ən azı bir 10 milyon insanı Xomeyni rejimi məhv elədi və din pərdəsi altında, müqəddəslik pərdəsi altında İran xalqı çox əzab çəkdi. Belə olan təqdirdə İran xalqı Amerika raketlərinə müqəddəs deyir. Onlardan imdad gözləyir. Ona görə. Bu mənəvi mövzudur. Hər bir insanın azadlığı var. Əgər bir insan gedib bir hansısa ziyarətgaha, ora nəzir qoyursa, ora dua edirsə və onun işi uğurlu gətirirsə, əlbəttə onu müqəddəs hesab edir. O nöqteyi nəzərdən bu məsələ çox həssas mövzudur. Mən bu məsələyə heç bir, deyək ki, pozitiv yanaşıram, mənfi fikir söyləmirəm. Çünki insanlar var ki, gedir ziyarətgaha, o arzusu yerinə yetir. Arzusu qəbul olur və o həmən o ziyarətgahı müqəddəs hesab edir. İnsan var, o qəbul eləmir. Bu məsələlər çox həssas məsələlərdir, mənəvi məsələlərdir. Ola bilər kimsə nəzir qoya bilər, kimsə öpə bilər, kimsə sitayiş eləyə bilər, o onun öz problemi. Çünki onun faydası olubsa, o müqəddəsliyin göstəribsə, bir xalqı azadlığa qovuşdurubsa, əlbəttə o müqəddəs hesab olunur.